Qardaşını 2 yaşlı körpəsinin gözü qarşısında qətlə yetirən Amin Nurinin cinayət işinin bəzi detalları məlum olub. Məlumata görə hadisə ötən ilin iyulunda paytaxtın Binəqədi rayonunda baş verib. İstintaqla müəyyən edilib ki, Amin Nuri ilə eyni həyətdə yaşayan qardaşı Aslan Nuriyev arasında münasibətlər gərgin olub. Buna səbəb Aslanın həyat tərzi və narkotikdən istifadə etməsi göstərilir. Amin həyətin ayrılması üçün qardaşına ayrıca giriş qapısı qoymağı təklif etsə də bu təklif qəbul edilməyib. İyulun 2-sində tərəflər arasında mübahisə yaranıb, qarşılıqlı hədələr səsləndirilib. Ertəsi gün Amin məsələni aydınlaşdırmaq məqsədi ilə qardaşının yaşadığı mənzilə gedib. İttiham aktına əsasən o evdən götürdüyü bıçaqla mənzilə daxil olaraq qardaşına hücum eləyib. Hadisə nəticəsində Aslan Nuriyev həyatını itirib. Faktla bağlı Amin Nuri Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi, o cümlədən xüsusi amansızlıqla adam öldürmə, köməksiz vəziyyətdə olan şəxsi öldürmə və qanunsuz olaraq mənzilə daxil olma maddələri ilə ittiham olunur. İstintaq hazırda davam edir.